Bugünkü qonağımız mütəxəssis psixiatr, psixoterapevt Yasəmən Səmədovadır. İlk öncə bunu bilməliyik ki, sevgi bir ehtiyacdır. Yəni dünyaya gələn hər bir insanın sevgi ehtiyacı var. Bu psixoloji bir ehtiyacdır. Mənim çox xoşladığım bir cümlə var. Mənim ailəm mənim qalamdır. Ana-ata arasında, yəni ər və arvad arasında olan sevgi münasibəti çox önəmlidir. Bəli, çünki biz ömür boyu böyüdüyümüz andan valideynlərimizin münasibətlərini istəsək də, istəməsək də model götürürük. Bəli, bəzilərimiz onun fərqindəyik, bəzilərimiz fərqində deyilik. Sağlam sevgi uşağın istədiyini ona vermək deyil. Sağlam sevgi onu anlamaq, ona güvənmək, onun yanında olmaq. Araşdırmalar göstərir ki, sevgi ilə böyüyən uşaqlar artıq 80% uğur qazanmış uşaqlardır. Bir də görsən gözünü yumdun, açdın, artıq 20 yaşlarındadır, heç nə bacarmır. Bir problem yaşadığı zaman həmən də depressiyaya düşür, təşvişlənir. Artıq psixiatra aparırsan bu uşağı. Yəni artıq orada fərqində olursan ki, mən nələr elədim, mən niyə bu uşağı belə böyüdüm? Deyə bilərikmi ki, sevginin də bir həddi olmalıdır, yoxsa ümumiyyətlə onları gərək bir-birinə qarışdırmayaq? Bu uşaqlar sizin davamınız deyil. Sizin yarımçıq arzularınızın davamçısı deyil. Bu ayrıca bir fərddir. Hər kəs salamlayıram. Smart Sağlam İnkişaf Platformasının Valideyn Bələdçisi adlı podkastımızla qarşınızdayıq. Bugünkü qonağımız mütəxəssis psixiatr, psixoterapevt Yasəmən Səmədovadır. Xoş gəlmisiniz Yasəmən xanım. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün Şəbnəm xanım. Bu gün çox ülvi, dərin, gözəl və eyni zamanda da vacib bir mövzu seçmişik. Sevgi, düşünürəm ki, həyat, münasibətlər, gələcək, hər şey bunun üstündə qurulub. Eyni zamanda da ailələr də bunun üstündə qurulsa necə də gözəl olar, elə deyilmi? Mən də sizinlə razıyam. Düşünürəm ki, uşaq tərbiyəsində və insanlar münasibətində təməl duyğulardan biridir. Bəli, bəli. Mənim çox xoşladığım bir cümlə var. Mənim ailəm mənim qalamdır. Yəni bunu hər dəfə də işlədirəm, hər yerdə işlədirəm. Qala deyəndə ağlımıza o möhkəm, sarsılmaz, toxunulmaz bir yer gəlir. Hansı ki, mən onun içində təhlükəsizəm, mən qorunuram, özgüvən var, sevgi var və toxunulmazdır. Amma bunu qurmaq elə də asan deyil. Çünki təməli möhkəm olmalıdır. Hər daşında, hər hissəsində elə bilirəm ki, sevgi olmalıdır. Ancaq bu zaman o qala möhkəm ola bilər. Bəs bunun üçün ailələr nə etməlidir? Nə etməlidir ki, o sağlam ailə mühitini, sağlam ailə və sevgi, sağlam sevgi mühitini qura bilsinlər? İlk öncə bunu bilməliyik ki, sevgi bir ehtiyacdır. Yəni dünyaya gələn hər bir insanın sevgi ehtiyacı var. Bu psixoloji bir ehtiyacdır və sevgisizlik insanın çox da dözə biləcək bir duyğusu deyil. Sevgiyə anadan gəldiyimiz zaman, yəni o bizə baxım verən fiqur ana ola bilər, nənə ola bilər, dayı ola bilər. İlk ehtiyacımız ondan bizə gələn sevgi və şəfqətdir. Şəfqət də bizim sevginin üst bir səviyyəsidir. Çünki sevgini biz digər insanlarla da paylaşa bilirik. Yəni bu rəfiqəmiz ola bilər, qohumlarımız ola bilər. Amma şəfqəti bu seçici, yəni çox ürəkdən gələn bir duyğudur. Yəni sevginin üst bir səviyyəsidir. Bunu daha çox kimlərlə paylaşırıq? Övladlarımızla paylaşırıq. Dünyaya gələn, bəli, və dünyaya gələn övladlarımıza, övladlarımızın o şəfqətə, sevgiyə çox ehtiyacı var. O dediyimiz nə cür o sağlam sevgini qura bilərik? Bilirsiniz, məşhur bir dənə söz var. Deyirlər ki, məsələn, münasibət uşaqlarla valideyn arasında olur. Bir də ki, valideynlər arasındakı olan münasibət və sevgi övlad üçün çox önəmli olur. Yəni ilk öncə sağlam sevgini qurmaq üçün ailədə mən düşünürəm ki, bir çox insan belə düşür və bir çox kitablarımız bunu deyir. Ana-ata arasında, yəni ər və arvad arasında olan sevgi münasibəti çox önəmlidir.
Bəli, mütləq. Çünki biz ömür boyu böyüdüyümüz andan valideynlərimizin münasibətlərini istəsək də, istəməsək də model götürürük. Bəli, Bəzilərimiz onun fərqindəyik, bəzilərimiz fərqində deyilik. Məsələn, çox ailələrlə işləyirik, ailələr gəlirlər, görürsən ki, ərin ya arvadın ailədəki olan münasibəti, rolu tam anasının ya da atasının evdə göstərdiyi münasibətə bənzəyir. Bunun fərqində deyil. Çünki o modeli götürübdü və burada önəmli olan sadəcə valideynimizin bizə nə şəkildə sevgini ötürülməsi deyil. Məsələn, anam mənə sevgini necə göstərdi, atam mənə sevgini. Atam, anam aralarında bu sevgi paylaşımını necə etdilər? Atam anama sevgi göstərdimi? Anam atama sevgi göstərdimi? Bunlar çox önəmlidir. Yəni ilk öncə biz sağlam sevgidən danışırıqsa və bizi valideynlər dinləyir, ilk öncə ər-arvad münasibətlərinə baxacaqlar. Yəni bu sevgini necə yaşayırlar, bir-birlərinə necə paylaşırlar ki, övladlarına hansı modeli verə bilirlər. Bu çox önəmlidir və ailədə sağlam sevgi bu dillə göstərə bilmək, yəni dil paylaşımı, açıq sözlü olmaq. Yəni bizim bir çox ailələrimizdə bu çox ciddi bir problemdir. Yəni ünsiyyət yoxdur. Bir-birləri ilə paylaşım yoxdur. Məsələn, siz də yəqin diqqət etmisiniz. Məsələn, bir yerə gedirsən, restorana gedirsən, ardısı oturursan, hər kəs telefondadır. Bəli, bəli. Hər kəs telefondadır. Paylaşım yoxdur bir-birlərdə. Paylaşım da nə səviyyədədir? Hansı yeməyi istəyəcəksən, məsələn, hala nə yeyəcəksən, ya da yeməyi bəyəndin, bəyənmədin. Yəni bu çox önəmlidir. Ailədə də o şəkildə, sadəcə bu restoranda deyil, ev şəraitində də açıq sözlü olmaq, paylaşmaq acılarımızı, qorxularımızı, narazıçılıqlarımızı. Bir çox ailələrin, yəni biz təbii ki, bu gün uşaqlardan danışırıq, amma yenə də bu ər-arvad münasibətləri çox önəmlidir. Bir çox partnyorların problemləri zamanında acılarını, narazıçılıqlarını paylaşa bilməmək. Və sadəcə qadınlarımızı burada nəzərdə tutmuram, kişilərimizi də nəzərdə tuturam. Yəni işte məsələn xoşa gəlməyən bir şeyi paylaşmaq. Çünki bu bizim ailələrdə çox uclarda yaşanan bir şeydir. Bir şeyi çox bastırmaq, dözmək, nəyinsə xətrinə, uşaqların xətrinə, susmaq, örtbas yəni eləmək, hansısa fədakarlıqlar xətrinə və sonra bu yığılıb, yəni bir kasa nə qədər yığıla bilər? Yığılıb birdən partlayır, daşır. Onda daha şiddətli şəkildə olur. Onda daha şiddətli olur, qarşı tərəfdə anlamır nə baş verdiyini. Nə oldu ki, yəni cüzi bir şeydən ola bilər çünki bu. Yəni çünki insan o an bu cüzi baş verən situasiyanın davasını etmir. İllərlə yığılan bir şeylərin davasını edir. Yəni həm qadınlara, həm kişilərə bu aiddir. Açıq sözlü olmaq, empatiya duymaq, istər kişinin qadına, istər qadının kişinə, uşaqlar bu şəkildə sağlam sevgini öyrənir. Yəni hər ikisinin ailədə olan fədakarlıqlarını görmək, əməklərini görmək çox önəmlidir. Hər məqamda yanında olmaq, anlayış göstərmək, əslində sağlam sevgi budur. Bəli. Nə qədər də çətin olsa. Belə götürəndə ideal heç nə yoxdur. Heç kim yoxdur həyatda. Müzakirələr, münaqişələr, fərqli fikirlər olur. Bunların hamısı oturub danışılmalıdır. Ümumiyyətlə günün sonunda istəyir ər-arvad arasında, istəyir övladlarla birlikdə o günün analizini eləmək, bu günün sevdiyin nə oldu, xoşladığın nə oldu, səni qorxudan nə oldu və s. və ilaxır müzakirələr eləmək əlbəttə ki, bu çox gözəl olar və bəli, sözünüzə qüvvət. Əslində tədqiqatlar, məsələn, valideynlər gələndə deyirlər ki, ilk sözləri, yəni bu son illərin çox aktual mövzusudur, uşaq travma almasın. Birinci uşaq hər şeydən travma almaz. Və uşağın yanında, məsələn, biz valideynlərlə görüşəndə ilk dedikləri şey bu olur. Uşaqların yanında dalaşmırıq, dava-dalaş olmur. Amma biz yetişkinlərlə də görüşəndə terapiyada məsələn, soruşursan ki, ailədə münasibətlər necə oldu? Məsələn, uşaqlıq dönəmində. Anam, atam heç vaxt dava etmədi. Heç vaxt, yəni bizim yanımızda dalaşmadılar, amma sevgi də olmadı. Yəni sizin dalaşmamağınız bir-birinizə sevgi göstərmək anlamına gəlmir. Uşaq bunu görməlidir. Tədqiqatlar da bunu deyir ki, əsas münaqişənin olmaması deyil. Münaqişə ola bilər. Hər
ailədə münaqişə olacaq. İki insanın bir yerdə yaşamağı, bu bəlkə də evliliyi, ümumiyyətcə münasibətlərin ləzzəti də bundadır ki, yəni hər zaman həmfikir olmayacaqsınız. Bəli, fərqli olacaq fikirlər. Bəli. Dili tapmaq lazımdır. Bəli. O çözümü tapmaq, uşağa bunu göstərmək lazımdır. Münaqişə çünki bu uşaq böyüyəcək, öz evliliyi olacaq, işə gedəcək, cəmiyyət içində gedəcək. Fərqli fikirlərdən necə ortaq bir çözümə gələ bilər insanlar. Yəni insanlar bir-birləri ilə münaqişə, konflikt yaşadıkları zaman doğru şəkildə bunu necə çözə bilirlər? Bunu öyrətməmiz lazımdır. Hər şey güllük, gülistanlıq olmayacaq sözsüz. Yəni təbii bu sadəcə nağıl kitablarında yazılır. Biz dediklərimiz bu cümlələr də sağlam sevgi, münasibət çözmə asan bir şeylər deyil. Yəni dildə asan gəlir. Yəni hərəkətə keçəndə ki, sevgini sadəcə dillə ifadə etmirik, davranışlarımızla, münasibətlərimizlə ifadə edirik. Bu çox çətindir, amma yəni mən hər zaman deyirəm, həyat çətindir. Nə edək? Elədir, reallıqdır. Bəli. Bəli. Bir fransız psixoterapevt var, Isabella Filozat. O deyir ki, bir bitki düşünün. Siz o bitkini suluyursunuz. Tutaq ki, olsun dibçəkdə gül. Suluyursunuz, amma nəticədə yenə də aparıb qoyursunuz pəncərənin ağzına ki, o günəş şüası alsın ki, inkişafı daha yaxşı olsun, daha gözəl dirçəlsin, yetişsin deyə. Uşaqlarla da elədir. Biz bəzən valideynlər deyirlər ki, biz onu yedizdiririk, içizdiririk, geyindiririk, təhsil veririk, məktəbi və s. Amma onların da bəzən çoxları unudur ki, onların da həmin o günəşə ehtiyacları var. Yəni həmin o sevgiyə ehtiyacları var, qayğıya ehtiyacları var. Və bu da əlbəttə ki, uşaqların həm psixoloji, həm emosional inkişaflarına təsir göstərir. Yəni onlar tək elə fiziki şəkildə yetişdirdim, böyütdüm deməklə də iş bitmir, amma bəli, çünki bu sevgi deyil, bu baxımdır. Yəni biz dünyaya uşaq gətirdiyimiz zaman, yəni mən düşünürəm ki, artıq biz elə bir dövrdə yaşayırıq ki, yəni müasir insanlarıq. Dünyaya uşağı gətirməkdə, planlı şəkildə dünyaya gətirmək, yəni istər bu bizim hal-hazırdakı hər bir insanın həyatın hansı dönəmindədir? Məsələn, buna hazırdırmı? Maddi olaraq, mənəvi olaraqmı, emosional, psixoloji olaraq hazırdırmı? Bu artıq belə bir dövrdə yaşayırıq ki, bu hesabları özümüzə verə bilərik. Dünyaya uşaq gətiririksə artıq bəzi şeyləri anlamalıyıq. Onlara baxmaq bizim borcumuzdur. Bəli. Yəni onlara təhsil vermək, yemək vermək, paltar almaq və s. bir ev etmək bizim valideynlərin borcudur. Yəni bu sevgi deyil, bu baxımdır. Mütləqdir. Bəli, bu mütləqdir. Sevgini, yəni uşaqlar məsələn mən müayinələrdə çox görürəm, gəlir 13 yaşında, hətta bəzən daha erkən yaşlarda olur bu. Məsələn 7-8 yaşında gördüyüm uşaqlar olur ki, əlində iPhone var. Aha, yəni biz övladımız üçün hər şey eləyirik. Baxın, ən axırıncı iPhone telefonun, axırıncı iPhone modelini belə almışıq. Keçimi, hər şey necə lazım. Amma uşaq onu sevgi olaraqmı algılayır? Yox. İstəyəcək. Ayağını dirəyəcək, gedəcək filan kəs məktəbdə, nə bilim, atası ona ad gündə iPhone aldı, son model PlayStation aldı, son model skuter aldı, mənim heç nəyim yoxdur və s. və ilax. Amma bunu etmək sevgi göstəricisidir? Xeyr. Uşağımız bunu bizdən istəyə bilər. Sevgi daha dərin bir duyğudur. Daha böyük bir əməkdir. Yəni orada maddi bir əməyimiz var. Yəni o PlayStation almaq, iPhone almaq az pul deyil. Amma onu etmədən övladımıza sağlam sevgi verə bilərik. Sağlam sevgi uşağın istədiyini ona vermək deyil. Sağlam sevgi onu anlamaq, ona güvənmək, onun yanında olmaq hər an. Bəli, uşaq əslində çox şey istəmir. Sadəcə bir şirin kəlmə, bir şirin söz, baxış, onunla birlikdə azca da olsaydı, başa düşmək olar, çox valideyn işləyir, amma ən azından evə gələndə biraz vaxt keçirmək, söhbət eləmək, hər şeyə dır eləyib, hər dəfə alçaltmamaq, məsələn, bunu eləmədin, onu eləmədin, ancaq ondan ideal bir uşaq gözləmək, sanki bəzən olur valideynlər özləri ilə müqayisə eləyirlər uşaqları özlərinə görə. Yəni 30 yaş insan gözləyir ki, 8 yaşlı uşaq onun kimi düşünsün və yaxud hər şey qaydasında eləsin və bu da yora bilir. Yəni ola bilirmi ki, biz sevginin həddində, yəni düzdür, sevgi deyəndə belə hədd, malı, məli kimi şeylərdən danışmaq adama çətin gəlir, amma
Onun da bir həddi varmı? Biz bəzən sıxma, boğma eləyə bilərikmi? Yəni qayğı ilə qarışdıra bilərikmi sevgini? Çünki olur biz çox sevirik, qayğılanırıq, üstünə gedirik, bəzən hardasa sıxırıq, uşaq üçün narahat oluruq və başlayır bu zaman artıq problemlər. Bu zaman deyə bilərikmi ki, sevginin də bir həddi olmalıdır, yoxsa ümumiyyətlə onları gərək bir-birinə qarışdırmayaq? Hər şeyin həddi var. Məncə hər şey dozunda çox gözəldir. Sevgidə belə. Kitablar, məsələn, indi valideynlərimiz, xüsusilə də analarımız çox maariflənməyi çox sevirlər və yəni deyirlər ki, kitablarda uşaqlarınızı çox sevin yazırlar. Mən çox sevgi göstərin. Bəli, elədir. Sevgini çox verməliyik. Sevginin fərqli-fərqli dilləri var. O dillərdə sevgini uşaqlara paylaşmalıyıq. Bu belədir. Amma sadəcə mi sevgini verməliyik? Uşaqlara sərhəd də tanımalıyıq. Yəni biz sadəcə uşaqlara, məsələn, o yenə deyirəm, bəzən yanlış anlayırlar. Sevgini vermək sanki uşağın hər istədiyini eləmək deməkdir. O deyil sevgi. Biz sevgini yanlış anlayırıq. Sevgi uşaqların duyğusal, psixoloji ehtiyaclarının qarşılamasıdır. Onun hər istədiyini almaq deyil. Məsələn, bəzi valideynlərimiz nə edir? Məsələn, hal-hazırda həm qadınlarımız, həm kişilərimiz işləyir də. Ana-atalar çox vaxt işləyir bir çox ailələrdə. Səhərdən axşama qədər işdə olduqları üçün nə edirlər? Hər evə gələndə bir oyuncaq alırlar uşağa. Bəs bu uşağa 1 yaşından, 2 yaşından hər gün oyuncaq alınsa, bu uşaq 7-8 yaşından heç bir şeyə görə sevinməyəcək. Siz onu təəccübləndirə bilməyəcəksiniz. Nə alacaqsınız ona? Maşın mı alacaqsınız? Təyyarə mi alacaqsınız? Bütün oyuncaqlarını görüb maraqlı deyil. O həyəcan yoxdur. Uşaqlarda o mağazaya gedəndə, o oyuncaq mağazasından qaçıb ora-bura bunu istəyirəm, onu istəyirəm. Yox, bunu al, bir düşünüm ya, o həyəcanı saxlamalıyıq. Bax, bu sevmək deyil. Yəni uşağa sərhədləri tanıtmamaq deməkdir. Mən hər zaman deyirəm, siz oyuncaqları o şəkildə ala bilmərsiniz. Yəni 7-8 yaşında yeniyetməlik dövründə baş edə bilməyəcəksiniz uşaqlarınızla. Yəni sevgi ilə sərhədi bəzən bizim insanlar yəni fərqli düşünürlər. Yəni sevgi varsa sərhəd olmamalıdır. Ya da sərhəd olmalıdır, sevgi olmamalıdır. Yəni çox uclarda olurlar. Amma bu ikisi birlikdə olan bir şeydir. Çünki biz sevgini sağlam şəkildə övladlarımız, hamımız sevgi bacarığı ilə dünyaya gəlirik. Amma onu doğru şəkildə, sağlam şəkildə yetişdirmək valideynin borcudur. Valideynin çox böyük əməyidir. Sərhəd qoyulduğu zaman uşaq özünü təhlükəsiz, yəni sərhəd təhlükəsizlik deməkdir, sərhəd hörmət deməkdir. Yəni birini, məsələn, sevmək nədir? Sevməyə öyrətmək, sevilməyə öyrətmək. Bu nədir? Biz burada mərhəmət öyrədirik, empatiya öyrədirik, amma onu sərhədsiz edə bilmərik. Mümkün deyil. Məsələn, övladımız tutalım ki, 2 yaşında, bilirik də biz 2-5 yaşında bu uşaqlarda istirik dövr olur. Fiziolojik bir prosesdir. Amma biz onu valideynlər sağlam yanaşarsa bu dönəmdə, o müəyyən yaşdan sonra tamamilə bu keçib gedir. Çox vaxt bizə gəlirlər bu yaş dövrlərində. Uşağımız çox əsəbidir. Psixiatra mı gedək, psixoloqa gedək, nevropatoloqa gedək, niyə dərman və çox əsəbi uşaq. Əsəbi deyil. Sən o uşaq o tutması olduğunda necə davranırsan ona. Amma uşaq o dönəmdə 3 yaşdan sonra gedir bağçaya. Bağçada deyirlər ki, bundan yaxşı uşaq yoxdur. Niyə? Çünki orada sərhəd var, nizam, intizam var. Tabe olur uşaq. Uşaqda onu bilir, artıq bilir ki, nədir. Bəli, yəni amma evə gəlir, eyni davranışları göstərir. Artıq biz nə deyirik? Problem uşaqda deyil. Ana-ata problem sizdədir. Evdə nə baş verir ki, evdə nə baş verir ki, orada, məsələn, bunu da necə interpretasiya edirlər. Orada yad insanlar var, onu sevmirlər. Biz yetərincə bizim qədər, valideyn qədər. Ona görə evdə belə də ədəb təbii. Ananın, atanın yanında emosional olaraq daha rahat olacaq. Nəinki bax. Amma sərhəd də olmalıdır. O sərhədləri bağçada göstərdikləri kimi evdə də göstərdiyimiz zaman biz uşaqda nəyi inkişaf etdiririk? Məsələn, bu çaşqanı istəyir, amma ya da bir telefonu istəyir, biz deyirik ki, olmaz. Özünü yerə çırpacaq, aqressivləşəcək, bizi vurmaq istəyəcək, əlini tutacağıq. Biz burada nə mesajı verdik? Biz burada artıq sərhəd göstərdik. Sən əsəbləşmisən, sən çox əsəbləşmisən, mən səni anlayıram. Yəni biz onun duyğusunu qəbul etdik. Əslində nədir? Duyğusal olaraq o ehtiyacını ödədik. Amma sən kimisə vura bilmərsən. Bu sərhəddə. Sərhəd göstərdik. Tərbiyə buradan başlayır. Mən şinyat istəyirəm.
Tamam, yeməyini yeyəcəksən, çünki sən tutam ki, valideynin həm də öhdəliklərindən biri övladını sağlıqlı yedizdirməkdir. Yəni sadəcə abur-cubur, məsələn, o qayğı dediyiniz, xüsusilə də yemək məsələsində mən valideynlərdə çox görürəm, xüsusilə də analarda, bəzən atalarda belə, nənələrdə ac qalmasın, nə yeyir, yesin, ac qalmasın. Bir bulka da olsa yesin. Yox, yəni bu uşağın pediatrı var, uşaq həkimi var, hansı ki deyir ki, uşaq bu yaşlarda protein yeməlidir, ət yeməlidir, balıq yeməlidir, toyuq yeməlidir. Sən müəyyən bir porsiyada, yəni uşağınızın yeyəcəyi qədər yeməyi yeyəndən sonra artıq sən şirniyyatı ala bilərsən. Hə, bu stabil şəkildə gedərsə, düzənli şəkildə və ailə fərdləri hər kəs buna bir qayda olaraq yanaşarlarsa, bəli, sevginin artıq bu bir mövzu da olmaz. Biz sevgini çox verdikmi, belə oldu uşaq müəyyən yaşdan sonra azmı verdik? Siz sevgini verdiniz, yəni çox gözəl elədiniz, amma yanında sərxət tanıtmadınız övladınıza. Sərxətləri tanımadı. Sərxətləri tanımadığı üçün də çox ərköyünləşdi və hansı davranış problemlərinə keçdi. Yəni uşaq artıq müəyyən yaşda 6-7 yaşdan sonra mühakimə yaşı başlayır uşaqda. Yeniyetməlik dövründə gəlir valideynlər, uşaq elə bilir ki, bütün dünya ona borcludur. Məsələn, evdə heç bir öhdəlikləri yoxdur. Ana şikayətlənir, ata şikayətlənir, heç bir şey etmir. Heç bir şeydə kömək etmir bizə. Yəni pastelini belə, yəni yatağını belə yığmır. İlk verdiyimiz sual bu olur. Bəs bunu öyrətdinizmi? Nə zamandan başladı? Nə zaman elədiniz birlikdə ən azından? Birlikdə etdiniz. Birlikdə başlamaq olar, bəli. Məsələn, otağını toplamır. Necə öyrətdiniz otağını toplamağa? Hə, yeniyetməlik dövründən dedim ki, otağı toplamalısan. Bəs ona qədər nə etdiniz? Ona qədər nə etdiniz? Əsas dərslərini oxusun, heç nə eləməsin. Adətən belə deyirlər. Bəli, amma məsuliyyətli, sərxətli, müəyyən yaşdan 4 yaşdan artıq etibarən bunları öyrətməmiz lazımdır. O demək deyil ki, uşaq 4 yaşında oyuncağını tökdüsə, ona deməliyik ki, bax oyuncaqları sən, yəni təbii ki 4 yaşlı uşaq bunu tam özü bacarmaz. Tökər, amma yığmağı tam bacarmaz. Birlikdə yığacağıq. Birlikdə yığacaq, amma o da iştirak eləyəcək. Yəni qoymayacağıq, yəni icazə verməyəcək ki, bunu tək başına edək. Bu aşırı qoruyuculuqdur. Məsələn, siz ilk sualınızı bundan başladınız. Məsələn, çox sevgi, məsələn, qoruyuculuq. Bəzi valideynlərimiz aşırı qoruyucudur. Və mən həmişə zaman deyirəm, övladınızı şikəst eləyirsiniz. Bu sevgi deyil. Bu yəni çox qorxunc səslənə bilər, toksik bir sevgidir. Onun əvəzinə hər şeyi etmək. Yetər ki xoşbəxt olsun, yetər ki sağlam olsun, yetər ki huzurlu olsun. Onun yerinə əşyaları yığışdırmaq, otağını yığışdırmaq, onun yerinə dərslərini birlikdə onunla etmək, nə bilim, problemlərini onunla birlikdə çözmək, onun yanında olmaq, onun əvəzinə etmək demək deyil. Bu çox fərqli anlayışlardır. Bu qoruyuculuq çox zərərlidir, çünki övladınız böyüyəcək. Yetişkin yaşlarında nə edəcəksiniz? Onun evliliyindəki problemi siz mi çözəcəksiniz? İşdə müdürü ilə olan, hansısa bir iş yoldaşıyla olan problemini siz mi çözəcəksiniz? Siz ona icazə vermirsiniz bunları özü öyrənsin, onun əvəzinə edirsiniz. Bunu qeyri-sağlam sevgi anlayışına aid eləyə bilərik, həmin o toksik münasibət dediyinizdə. Qeyri-sağlam sevgi sadəcə soyuqluq deyil. Məsələn, bəzi valideynlər, məsələn, burada biz valideyn tiplərini bölsək, bəzən valideynlər o sevgini verə bilmir də. Yəni məsələn uşaqlıqda özü travma alıb soyuq bir valideyndir. Məsələn mən çox görürəm, məsələn ana çox qopuqdur. Məsələn, yəni övladına sevgini göstərməz, nə dillə, nə təmasla. Bu onun deyirik uşaqlıqdan bəri bizim də bir xəmirimiz yoğrulub, artıq biz bu şəkildə pişmişik. Özü də görməyib. Yəni özü də görməyib, irsi, genetik olaraq ya da yetişdirilmə tərzindən irəli gələrək. Bəli, bəzən hətta anlayırlar, bəli mən bilirəm ki, mən sevgini göstərməliyəm, amma içimdən gəlmir. Eləyə bilmirəm. Eləyə bilmirəm. Yəni qeyri-sağlam dediyimiz sevgi sadəcə bu deyil. Aşırı qoruyucu da qeyri-sağlam sevgidir. Çünki burada da nə var? Yəni bu sərxət yoxdur. Yəni o qədər övladımızı qoruyuruq ki, ona dünya çox güvənsizdir.
çox təhlükəlidir. İnsanlar çox təhlükəlidir. təhlükəlidir mesajını veririk. Bəs bu insan sizdən ayrışmağa qoymuruq, ayrılmağa qoymuruq bizdən. Müəyyən yaşdan sonra siz istəsəniz də, istəməsəniz də bu sizdən ayrılacaq. Yetişkin biri olacaq, öz həyatını yaşamaq istəyir. Artıq o dövrdə gəlirlər peşmançılıqla. Zamanında çox qoruduq, heç yerə buraxmadıq, heç nəyə icazə vermədik. Ay amandır, gedərsən burada aldadarlar, burada səhv edərsən, mən sənin yerinə yəni biz nə mesajı göndəririk övladımıza? Sən yetərsizsən. Sən eləyə bilmərsən. Mən sənin yerinə eləməliyəm bunu. Mən səndən yaxşı bilirəm. Sən heç nə bilmirsən. Amma yəni uşağa bir növü çox məşhur bir söz var. Deyilir ki, bir çox insan uşaqlara yəni bir yetişməmiş bir şey kimi baxır. Amma uşaq doğuşdan artıq insandır. Bəli, bəli. Öz fitrəti ilə, öz bacarıqları ilə bizim işimiz onları kəşf etməkdir. Görməkdir, görməyi bacarmaqdır. Yəni öncə görməkdir, doğru. Bəli. Görmək və kəşf edib onları inkişaf etdirməkdir. Hər bir uşağın mənfi və müsbət tərəfləri olacaq. Valideynin işi onları görməkdir. Sadəcə mənfilərini görmək deyil və onların üstünə düşmək deyil, müsbətlərini də görməkdir. Görmək, bəli. Arxasında durmaq, dəstəkləmək. Yəni bu aşırı qoruyuculuq uşağı insan yəni kimi yox da bir inkişaf etməmiş bir şey kimi görməkdir. Bir şikəst kimi görməkdir. Hələ tezdir. Sən edə bilmərsən, mən sənin yerinə edəcəm. Bir də görsən gözümü yumdun, açdın, artıq 20 yaşlarındadır, heç nə bacarmır. Heç nə bacarmır. Bir problem yaşadığı zaman həmən də depressiyaya düşür. Təşvişlənir. Artıq psixiatra aparırsan bu uşağı. Yəni artıq orada fərqində olursan ki, mən nələr elədim, mən niyə bu uşağı belə böyütdüm? Çünki o sənin yanaşman sənin qorxularına bağlı idi. İlk öncə valideynlər də bir soruşmalıdırlar özlərindən tərbiyə verdikləri zaman. Sevgidir, yəni sərhəddir. Mən bunları verdiyim zaman bu mənəmmi? Mənim içimdəki uşaqdırmı? Onun qorxularıdırmı, qayğılarıdırmı? Bu çox önəmlidir. Və biz valideyn tiplərindən danışdıq. Bəzən bu sevgini verməyib sadəcə nizam-intizam verən valideynlər var. Aşırı şəkildə, radikal şəkildə nizam, disiplin, intizam çox önəmlidir. O uşaqlarda da böyüdükləri zaman aqressivlik, şəxsiyyət problemləri, bir də xüsusən bu nizam, intizamlar radikal şəkildə verilirsə, məsələn döyülməklə, ağır cəzalarla, şiddət, istər emosional, psixoloji, bəli, hər bir şiddətlə verilirsə və sevgi verilmirsə, bu uşaqlar böyüdükləri zaman antisosial şəxsiyyət pozuntusuna qədər gəlib çıxırlar. Yəni artıq şəxsiyyət pozulur. Çünki sevgi yoxdur. Bəzən yəni o dediyim kimi aşırı sevgi var. Aşırı sevgi var, nizam-intizam yoxdur, disiplin yoxdur. Yetər ki uşağımız istəsin, biz onun üçün yəni hər şey eləyərik. Hər şeyə hazırıq. Burada da nədir? Bu da gələcəkdə gələcəyin depressiv xəstələridir. Təşviş pozuntusundan panik atakdan əziyyət çəkən xəstələrdir. Çünki biz həyatı onlara öyrətmədik. Yəni öyrətməmiz lazımdır. Yanlarında durmaq, müşahidə etmək lazımdır övladlarımızı. Biz onların əvəzinə hər şey etdik. Məsələn, pediatrlar indi deyirlər ki, 8 aylığından uşağınıza artıq qaşıq, vilka verməli, çəngəl verməlisiniz ki, yeməklərini yesinlər, töksünlər. Amma valideynlər razılaşmır axı ki, üstü başı batacaq, hər yer batacaq. Hər yer batır. Amma bu bacarıqdır. Bu doğuşdan uşaqların bəzi ehtiyacları var ki, onları biz öyrətməliyik və biri də öz ehtiyaclarını ödəmə bacarığı. Məsələn, 2 yaşda artıq uşaqlar geyinməlidir, ayaqqabısını geyməlidir, corabını geyməlidir. Yox, əyri durur, corabının ucu düz oturmur. Mən necə icazə verim ki, o bu corabı gez, əyri durur axı. Ya indi əyri durur. Bir müddətdən sonra onu düzəldəcək. Bir də səbir də göstərə bilmir valideynlər. Məsələn, tələsirlər, daim harasa tələsirlər. Halbuki bunun üçün bir vaxt ayırsalar, tutaq ki, mən 2 saatdan sonra harasa gedəcəmsə, indidən uşağa imkan vermək ki, o başlasın yavaş-yavaş geyinməyə. Yox, elə ən son anda qapının ağzında mən tez-tez geyindiririm onun gödəkçəsini, onun ayaqqabısını, digər geyimlərini. Bəli, çünki bu daha rahatdır. Onun yerinə etmək daha rahatdır. Tezdir, çıxırıq gedirik. Bəli, dediyimiz icazə vermək, yəni təbii balaca 2 yaşında uşaq onu eləyəcək, sonra hansısa bir fikri gedəcək, sonra anasından bir söz soruşacaq, zaman gedəcək. Amma
Bu indi elədir. Zamanla bunu öyrənəcək. Siz, yəni işte biz 2 yaşlı uşağa bunu bu şəkildə öyrədirik. Bizim valideynlər bunu belə kiçik-kiçik, yəni dama-dama olur da hər şey. Yəni istəyirlər ki, artıq 15 yaşına gələndə bunların hamısını bacarsın. Siz 15 yaşında bir övladınızın evdən çıxdığı zaman, istər oğlan, istər qız, tapşırırsınızsa ki, məsələn tutaq ki, bu yeməyi qoy qızdır, yeməyinizi yeyin ya da otağı yığış, evlərə bir əl gəzdir, mamanın bu gün vaxtı yoxdur, tələsirəm və s. bunu etməsini, sizə kömək etməsini istəyirsinizsə, 2 yaşından corabını geyindirməni öz öhdəliyinə buraxacaqsınız. 8 ayında çəngəli ya bu gülməli səslənə bilər. Amma bu belədir. Çünki biz 8 aylıq uşağa, yəni sən corabını özün geyin deyə bilmərik. 2 yaşlı uşağa da dur get yatağını yığışdır deyə bilmərik. Hər yaşın öz öhdəlikləri var. Kiçik öhdəliklərlə başlayaraq artıq biz övladlarımızı o müəyyən yaşa çatanda bir fərd olmaqlarını, bizdən ayrılan, yəni nə qədər də bu bəzən valideynlər üçün bu çətin olur. Yəni bu uşaqlar sizin davamınız deyil. Sizin yarımçıq arzularınızın davamçısı deyil. Bu ayrıca bir fərddir. Mən özümü belə indi biraz qürurlanmaq gəldi mənə ki, balacaydı qızım, balaca bir stəkanda artıq vermişdim ki, öz suyunu içsin, dağıdırdı, üstünə başına tökürdü. Ətrafdan mənə deyirdilər, yazıqdır, tök onu, butulka deyirik, şüşəyə tök ver, içsin. Sən necə soyuqqanlı anasan? Bəli, üstü batdı, uşağa soyuq oldu və s. Amma nəticədə uşaq müəyyən müddətdən sonra balacadır, baxırsan balacadır, körpədir, amma özü içirdi artıq. Amma digər tərəfdən də bayaq oyuncaq məsələsinə toxunmuşdunuz ki, valideynlər evə gələndə hər dəfə uşağa nəsə alıb gətirir. Mənim özümdə də elə bir təcrübə olmuşdu. Uşaqlar balacaydı və mən də təhsil alırdım. Hər dəfə gələndə o valideynləri başa düşürəm əslində. Bu sanki bir kompensasiya olur. Bəli. Onlara gün ərzində qoymuşam. İndi qaydanda onları sevindirmək üçün mən nəsə alıram, gətirirəm və bu məndə də olub. Bir gün, 2 gün, 3 gün, 5 gün müəyyən müddətdən sonra baxıram ki, mən evə gələndə bunlar mənim qarşıma qaçırlar. Ancaq ilk kəlmələri olur ki, nə olmusan? Bəli. Belə baxdım, o qədər bitəhər oldum, tutuldum. Yavaş-yavaş dedim, yox, mən nəyisə düz eləmirəm, bunu dəyişdirmək lazımdır. Balaca olsalar da oturduk, danışdıq ki, belə elə və ondan sonra yavaş-yavaş o həmin o adəti, mən həmin o özümün qurduğum rejim deyim də, yəni bilmədən, istəmədən o vəziyyətdən çıxa bildim. Artıq məni qarşılayanda onlar qucağıma qaçıb, ancaq məni qarşılayırdılar hədiyyə gözləmədən. İnanın, həyatlar çox fərqlidir və yəni biz belə deyək də bir etalon yoxdur. Yəni bir etalon yoxdur ki, biz deyək ki, sevgini bu şəkildə bütün valideynlər eyni şəkildə paylamalıdır. Çünki hamımızın həyat tərzi çox fərqlidir. Məsələn, o dediyim kimi bəzi valideynlər səhərdən axşama kimi işləməyə məcburdular. Bəli. Artıq bu günahkarlıq hissidir. Mən övladımın zamanından çalıram, onun yəni bir də 2 yaş olmayacaq, 1 yaş olmayacaq, görə bilmirəm və onu oyuncaqla kompensasiya etməyə çalışır. Amma əslində valideynlərimiz bilsə ki, yəni bu sevgini doğru şəkildə necə hiss etdirə bilərik uşaqlara? İnanın, səhərdən axşama kimi çalışan valideynlər də sevgini doğru şəkildə verə bilərlər, sağlam şəkildə. Məsələn, atalarımız nə edir? Evdə pis polis mama olur. Niyə? Ata deyir ki, səhərdən axşama kimi verir. Səhərdən axşama kimi məni görmür. İndi sən istəyirsən ki, mən ona çəmkirim, nə isə deyim, qadağa qoyum. Axı onda məni sevməyəcək. Bu yanlış bir davranışdır. O zaten sizi sevəcək, siz onun atasısınız. Amma o günahkarlıq hissidir. Mən övladımla zaman keçirmirəm, qoy istədiyini eləsin. Bu sevgi deyil. Bu yarımçıq qaldı. Bunu bir bitirim. Bu valideyn tiplərini dediyim zaman mən sevgi verməyən və nizam intizam verən aşırı dərəcədə nizam intizamcı valideyn tipləri var. Sonra aşırı qoruyucu, yəni sevgini aşırı verən və yəni nizam intizam sərhəd tanıtmayan demokratik ailə. Biz uşağın dostuyuq. Mən qızımın rəfiqəsiyəm. Yəni onlarla məsləhətləşirik və s. Yəni siz övladınızın dostu ola bilmərsiniz. Siz övladınızın valideynisiniz. Bu həyat çətindir. Bəzən acılarla doludur, bəzən sevinclə doludur. Yəni onun bacarıqlı olmağını istəyirsinizsə, güclü olmaq istəyirsinizsə, yetişkin, yaxşı insan olmağını istəyirsiniz, siz dost olmayacaqsınız, siz valideyn olacaqsınız ona. Və digər 4-cü ən ideal
tip sayılan, həm sevgini, həm sərhədləri, nizam-intizamı verə bilən valideyn tipləri. Yəni bizim hamımızın öyrənə biləcəyimiz, çünki bunlar gerçəkdən bizim hamımızı fərqli valideynlər tərbiyə etdi. Biz fərqli modellər aldıq. Amma evləndiyimiz zaman cütlüklər, mən həmişə bunu müayinədə də deyirəm. Siz ikiniz də fərqli modellər aldınız, amma yeni model artıq ortaya qoymalısınız. Kiminsə kopyası ola bilmərsiniz. Bax, o modellərlə birlikdə ki, bizim aldığımız modellərdə müsbət tərəfləri də olacaq, mənfi tərəfləri də olacaq. Yeni bir model yaradacağıq. Özümüzü inkişaf etdirəcəyik. Çünki uşaq tərbiyə etmək eyni zamanda da yeni bacarıqlar öyrənməmizdir. Yetişkin olsaq da biz də böyüyürük. Biz də onlarla birlikdə böyüyürük. Əlbəttə Bir valideyn kimi, əvvəl bir övlad kimi idik. Hı-hı. Sonra bir ailə sahibi oluruq və nəticədə onlarla birlikdə böyüməyə başlayırıq ana olandan sonra da. Ana və ata olandan sonra. Sevginin ifadə tərzi. Bayaq danışmışdıq ki, valideynlər bəzən o yetişdirilmə tərzindən irəli gələrək ifadə eləyə bilmirlər. Bəzən də olur ki, səni sevirəm deməklə çoxları kifayətlənir. Bu bəs eləyirmi? Mən düşünürəm ki, bu əlbəttə ki, bəs deyil. Hətta bir Harry Chapman'ın Sevginin 5 dili adlı kitabı var. Bəli, orada oxumuşdum. Kimisi eşidərək, kimisi sığaldı, nəvazişdir, qucaqlaşmaqdır, bundan, kimisi hədiyyə alaraq və s. Yəni orada sıralanır ki, hər kəsin fərqli şəkildə sevgini hiss eləyəsi bir vəziyyət var. Daha doğrusu münasibətlər var. Bəs uşaqlarda bu necədir? Nədir valideynlərə mane olan ki, onu göstərə bilmirlər? İndi o irsi olaraq, genetik olaraq və yaxud yetişdirilmə tərzindən irəli gələrək eləyə bilməyənlərdən danışdıq. Bəs eyni zamanda elələri də var ki, ümumiyyətlə doğru hesab eləmir. Daha yumşaq olsam, sizin də bayaq dediyiniz kimi o nizam-intizam məsələsi. Amma onu valideyn necə eləsin ki, o balansı qoruyub saxlaya bilsin ki, uşaq o sevgini ala bilsin, hiss eləyə bilsin. Yəni bəli, bu sevginin fərqli, yəni sevgini göstərməyin fərqli yolları var. Biz məsələn sevgini dillə ifadə edə bilərik. Bu ilk. Bunu hər kəs bacarmır bəzən. Məsələn, valideynlər bu da çətin gələ bilər hətta. Çətin gəlir ki, yox, mənə bir tər oluram, ətim ürpəşir məsələn. Səni sevirəm demək, nə bilim. Yəni deyə bilmirəm də. Məsələn, hətta elə analarımız var. Bəzən amma bunu bacarmamız önəmlidir. Səni sevirəm, sən mənim üçün çox dəyərlisən. Nə yaxşı ki, səninlə bu gün zaman keçirdik. Hər yaşda insanın buna ehtiyacı var. O var olduğunu digərləri tərəfindən dəyərli olduğunu bilməsi, sevilməsi. Çünki zaten sevgi bunun üçün önəmlidir. Çünki sevgini vermək, övladımızı qəbul etmək, var olduğunu mesajı verməkdir. Bəli. Aidiyyət hissi insan üçün çox önəmlidir. Amma yəni təbii bunu biz belə deyirik, bacarmaq lazımdır. Yəni bu həmən gələn bir bacarıq deyil. Gərək içində olsun. Bəli, bəzən bunu fərqli şəkildə göstərə bilirik. Məsələn, təmas da sevginin dilidir. Və sadəcə fiziki təmas deyil, göz, mimik təmas, xüsusilə də bu balaca körpələrdə məsələn, təbii ki, onlarla xoş danışırıq, gözəl qızım, gözəl oğlum, sən nə şirinsən və s. deyirik, amma əsas o hardan alırlar o sevgini? Toxunuşla. Yəni onları qucaqla, hətta məsələn pediatrlar deyirlər ki, çağalarınızı qucağa aldığınız zaman çalışın ki, sizin də yəni bədəninizdə, yəni əyninizdə bir şey olmasın. Yəni dəriniz dəriyə təmas eləsin. Yəni o qucağa, can-cana böyüyən uşaqların məsələn böyüdükləri zaman tədqiqatlar deyirlər ki, ünsiyyət problemləri daha az olur. Yəni çünki bir model alırlar, o şəfqəti, o sevgini ala bilirlər o təmasdan. Ananın mimikləri ilə, gülüşü ilə. Məsələn, təmas sadəcə dediyim kimi toxunuş deyil, göz kontaktı qurmaqdır. Məsələn, atalarımız bəzən səni sevirəm deməkdə çətinlik çəkirlər. Məsələn, istər evlilikdə, istər bəzən övladlarına, amma onları fərqli dildə göstərə bilirlər. Yəni tutaq ki, övladının yola salanda bir kurtkasını geyindirir, başının papağını, xırda-xırda əlcəklərini geyindirir, əlvə soyuq olar ki, əlcəkləri geyin və bunu hər dəfə eləyir. Və artıq yəni o sevgi bir şeydir, rəmzidir. Övladı üçün, qızı üçün, oğlu üçün. Bəzən kiçik bir şey görər övladı ya da bir şey istəyər, zaman keçər, onu alıb gətirərsən.
Mən Bəli. xatırlayıram ki, sən bunu çox istəyirdin. Mənim yadımda qalmışdı bu. Bax bunu səni düşünərək aldım. Diqqət göstəricisi. Bəli, hədiyyə ilə də göstərə Bəli, bilirik. bəli. Yəni bunun üçün çox bahalı hədiyyə ehtiyac yoxdur. Düz. Düşünülmüş bir şey olmaz. Yəni məsələn balaca uşaqlarımız nə edir? Hələ rəsm çəkə bilməyən, nəsə əyri üşüş. Mama mən səni çəkdim. Bu da sevincli. Gözlərinin içi parıldayır onu gətirib Yəni göstərəndə. əslində biz də elə bir şey edə bilərik. Yəni bir şey çəkə bilərik, bir şey düzəldə bilərik, yoldan bir gül dərib bu da mama ya da ata sənin üçün gətirdi. Xüsusilə də atalarımız məsələn qız uşaqlarına bax gülləri Bəli, sənə bəli. gətirdim. Bu da sevgi dilidir. Təqdir etmək övladlarımızı çox önəmlidir. Məsələn bəzən qayğılarla o qədər dolu oluruq ki, uşağımız o an yəni yersiz gəlir. Məsələn bir rəsm, mən rəsm çəkdim bax, mən gör nə çəkdim. Malades, yaxşıdır, yaxşı, əladır. Get başqasını çək. Bunu uşaq da hiss edir əslində, görür, tutur. Əlbəttə ki, uşaq bir zamanla gəlməz. Ya da çox vaxt nə deyər? Elə sən hər zaman deyirsən ki, malades. Bəli. Afərin sənə. Halbuki o çəkilənə bir baxsa, məsələn, birazca vaxt ayırıb baxsa. Önəmli olan sadəcə orada afərin, afərin, əla, daxilsən, demək deyil. Yəni o qədər şişirtməyə də ehtiyacımız yoxdur. Nə gözəl məsələn bu gülü burada çəkdin. Nə qəşəng rəng seçdin bu gülə. Bu çox qəşəng görsənir kimi. Yəni orada bir detala diqqət etmək. Təqdir etdik, afərin, malades, sən ən yaxşısan. Axı sizin övladınız ən yaxşı olmaya bilər zamanla. Sonra hər yerdə də uşaq onu gözləyir. Əslində bir tanışımın başına gəlmişdi. O qədər demişdilər. Sonra bir dəfə başqa bir yerdə nəsə göstərib, heç kim ona bir fikir bildirməmişdi. Uşaq narazı olmuşdu ki, görəsən bəyənmədilər, mənə heç nə demədilər. Yəni uşağa o qədər daim afərin, əla, super, yəni diqqət bəlkə də göstərilib indi, bəlkə də göstərilməyib, amma o qədər abartı şəkildə, yəni şiddətli şəkildə göstərəndə öyrəşir uşaq. Valideynlərimiz bəzən yanlış anlayır. Təqdir etmək sadəcə hər şey afərin, sən ən yaxşısan, sən mənim üçün dəyərlisən. Sən digər uşaqlar qədər dəyərli və bacarıqlı ola bilərsən. Çünki yəni ola bilsin rəsmdə uğurlu olmayacaq. Bəli. Onda valideynə qarşı bütün güvəni itəcək. Yəni sən mənə axı zamanında dedin ki, mən hamıdan yaxşıyam. Afərin dedin, daxilsən dedin. Bəli, danışaq hamısını bir-bir ki, bəs başqaları da olacaq. Başqaları da gördüyü işlərdə sadəcə yəni belə yük kimi yaxşı elədin, afərin sənə ki, çıx get başqa bir şey elə yox. Yəni o əslində 30 saniyə vaxtınızı alacaq. Orada bir şey, məsələn, bura nə sərgəli yığdın. Nə gözəl məsələn dəftərləri qırayış mən belə düşünməmişdim. Burada daha bu polkada daha qəşəng görsənir. Bu uşağa özü ilə bağlı mesaj ötürürlər. Mən bunları yaxşı bacarıram. Mən bu şəkildə edə bilirəm. Yəni artıq bir şeylər formalaşır. Ümumiləşdirdiyimiz zaman, amma sonra cəmiyyətə artıq məktəbə getdiyi dövrlərdə o görür ki, yox, hamıdan yaxşı deyil, hamı kimidir. Bəli. Artıq xəyal qırıqlığı, məyusluq yaşayır. Düzdür. Bayaq atalardan danışdıq, Yasemin xanım. Mən bir qız övladı olaraq bilirəm ki, atanın övladın həyatında rolu necədir, necə önəmlidir. Adətən tərbiyə deyəndə hər kəs ananı düşünür, nədənsə analardan danışırlar, amma əslində atanın da rolu çox böyükdür və əvəzsizdir. Mən hətta xatırlayıram ki, biz uşaq olanda işıqlar sönəndə mən pianinoda nəsə çalırdım, atam akordeon çalırdı, ya da ki şamın işığında divarda kölgə oyunları eləyirdik birlikdə və o elədiyimiz qanadlar mən bu gün hiss edirəm, mən bu gün görürəm ki, məni həmişə qanadlandırır. Onları düşünəndə içimdə bir istilik yaranır. Atamla olan xatirələr, uşaqlıq xatirələrindən danışıram. Allah bütün ataların canını salamat eləsin. Və bunun necə önəmli olduğunu bilirəm. Eyni zamanda indi öz qızlarımda da bunu görürəm. Ataları ilə olan münasibətdə və başa düşürəm ki, bu həqiqətən də vacibdir. Amma nədənsə ailəni indi bir səhnə kimi təsəvvür eləsək, bir tamaşa, teatr kimi təsəvvür eləsək, hərənin sanki bir rolu var. Ata işləyib pul qazanıb gətirən rolda olur, ana evdə ev işləri görən və uşaqlara baxan rolda olur, tərbiyə və s. və ilaxır. Niyə görə biz atanı o roldan çıxarda bilmirik? Niyə görə sərhədləyirik ancaq ki, atalar bu rolda olmalıdır? Yəni keçmişə nəzər salsaq, yəni kişilərimizin əslində atalarımızın çiyinlərinə çox böyük bir yük qoyulub. Sən, yəni kişi nə zaman uğurludur? Kişi o zaman uğurludur ki, onun nəsli davam edir.
Və o zaman ki, o işində, gücündədir və ailəsinə baxa bilir. Və bu çox böyük bir məsuliyyətdir. Və deyilib ki, bu iki şey yəni ötürülüb, deyilməyib, mesaj ötürülüb ki, bunları mütləq bacarmalısan. Bunu bacarmasan çox güman ki, sən kişi deyilsən. Və amma sən eyni zamanda həm partnyorsan, həm atasan, mesajı ötürülməyib. Bəli. Çünki o bəzən doğrudan da yəni atalarımız o qədər diqqətləri pul qazanmaqda, ailəni saxlamaqda olur ki, digər rollarını unudurlar. Ana atanın işlərini görə bilməz. Ata da ananın işlərini, yəni rolunu ala bilməz. Ana nə qədər ana sərt olarsa, ana şəfqət figurudur. Ana sərt ola bilməz. Məsələn, bizim ailələrimizdə çox yayılmış bir şeydir. Ata işləyir, evdə qadağalara da ana baxır, sevgiyə də ana baxır, şəfqətə də ana baxır, hər şeyə ana baxır. Ata sadəcə pul gətirir. Amma eyni zamanda da uşaqları hətta bəzən qorxudurlar da ata ilə. Atanı güclü bir fiqur olaraq göstərir. Məsələn, atan gəlsə cəzalandırılmış kimi. Ata da gəlir, çox sağ olsun, deyir ki, mama bilər. Bu sevgini zədələmə, eynən. Orada bir zədə yaranmırmı? Bunun bir fəsadı olmur mu sonra ata-bala arasında? Təbii ata, yəni evdə avtoritar fiqur atadır. Yəni ata, amma o avtoritar fiqur olmaq atadan qorxmaq demək deyil. Yəni avtoritar fiqur biz kimə deyirik? Hörmət etdiyimiz birinə. Bəli. Ümumiyyətlə qorxu ilə düzgün də deyil davranmaq. Çünki niyə? Çünki ata məni öldürərsə, müəyyən yaşdan sonra, məsələn, yeniyetməlik dövründə bəzi özəl mövzularımız var. Misal üçün deyirəm. Məsələn, cinsəllik mövzuları var ki, biz hər zaman tövsiyə edirik ki, analar qızlarla, atalar oğlan uşaqları ilə bunları danışmalı. Yəni biz o dəyişimlərə, bəzi o emosional dəyişikliklər olur, o cinsi inkişaf zamanı istəklər olur, hormonal dəyişikliklər, bunları atalar danışmalıdır. Amma bu mövzuları ata qorxduğu zaman necə darsın? Ya da məsələn məktəbdə heç yeniyetməliyi götürməyək, məktəb illərini götürək. Biri incidir. Bir uşaq var, çox məsələn aktiv ola bilər, davranış problemi ola bilər, xoşu gəlməyə bilər. Yəni bir konflikt yaşayır sinif yoldaşı ilə. Onu incidirlər, qorxusundan gəlib demir. Məsələn, bir də ayılırsan ki, artıq uşaq işdən keçib bir uzun müddətli bullying yaşayır sinifdə. Buna görə də sonra bu qədər intiharlar da olur. Bəli, çünki niyə? Çünki ata öldürər. Ana nəsə deyər. Mama öz işində tutağım ki, öz öhdəlik, yəni bu qədər öhdəlik də bir ananın üzərinə düşdüyü zaman ana da biraz qopur övladdan. Ona görə bəzi mövzuları, yəni sadəcə qadın yox, ana yox, ata da yəni öhdəliyinə götürməlidir. Məsələn, disiplin mövzusunda ataların rolu çox böyükdür. Çox böyükdür. Nizam-intizam rolunda. Sonra məsələn ataları, o dediyinizə atamla zaman keçirtmək və s. Ataları ilə zaman keçirən uşaqlar gələcəkdə akademik bacarıqlarında və sosial bacarıqlarında çox böyük fərq görülür. Qızlarımızı nəzərə alsaq, ataları ilə doya-doya zaman keçirən, sağlam sevgini ala bilən, sərhəd tanıyan, o deyirəm, o istər kişi bu avtoritar bir fiqurda, həm sevgi verən, həm sərhəd tanıdan gələcəkdə nə edirlər? Doğru seçim edirlər. Bəli. Məsələn, bir çox pasiyentlərimdən eşitdiyim erkən ailə qurdum. Çünki atam kimi birisi ilə ailə qurmaq istəmirdim. Gördüm, elə bildim ki, fərqlidir və ailə qurdum, amma məgər ki, atam kimi biriymiş. Yağışdan çıxdıq deyir, yağmura düşdük. Bəli, siz atalar qızlarının doğru seçim etmələrini istəyirlərsə, övladlarına zaman tanıyacaqlar, onlarla zaman keçirəcək, onlara sağlam sevgini verməyə, o deponu doldurmağa cəhd edəcəklər və öyrənəcəklər. Qızlar üçün hardasa bir zəriflikdir atan sevgisi, bir zərif böyüyürsən. Eyni zamanda digər tərəfdən arxalanırsan, özgüvən olur, daha güclü hiss eləyirsən. Bəli. Bəzən olur ki, bizdə cəmiyyətimizdə belədir də, fərqliliklər həmişə olur. Uşaqları böyüdərkən böyükdür, kiçikdir. Məsələn, o uşaq balacadır, ona qarşı sevgi bir cür nümayiş olunur, böyüyə qarşı sevgi başqa cür nümayiş olunur. Eyni zamanda və yaxud bu qızdır, buna başqa
oğlan uşaqlarına başqa cür nümayiş olunur. Bu nə dərəcədə düzgündür? Eyni zamanda elə atanın da sevgisindən danışmışkən, atanın məsələn qızlara olan münasibəti, qız övladlarının gələcəkdə həyatına necə təsir eləyir, eyni zamanda da oğlan uşaqlarına olan sevgi nümayişi, sevgi ilə davranması onların həyatına necə təsir eləyir? Yəni təbii burada çalışmalıyıq ilk öncə ayrı seçkilik qoymayaq. Bu çox önəmlidir. Biz məsələn və bu bacı qardaş arasında, qardaşlar, bacılar arasında sevgi paylaşımının fərqli olduğu zaman bunun ömür boyu daşıyacağımız bir şeydir. Uşaq da bunu hiss eləyir. Bəli, çünki bacı qardaşlar arasında bilirsiniz də bir rəqabət olur. Yəni uşaqlıqda məsələn biri doğulur, dünyaya gəlir, məsələn hamı onu sevir, məsələn evin ilk nəvəsidir, oyuncaq alır, sonra bir müddət sonra yeni biri gəlir, bunun bütün pozisiyalarını əlindən alır. Kim paylaşmaq istər, heç kim paylaşmaq istəməz. Diqqət yönəlir digər uşağa. Bəli, və burada qısqanclıqlar başlayır ki, bu sağlam bir rəqabətdir. Və gələcəkdə də rəqabət hissini yəni sağlam şəkildə yaşamaq üçün, yəni ortaya qoymaq üçün gözəl bir ortamdır. Amma valideynlər burada hakim olmazsa, yəni sevimli bir övladını seçməzsə, istər ana, istər ata, məsələn, o qızdır. Ona dəymə. Dəymə, bəli. Bizdə bu fərqlilik çox olur, seçimlər çox olur. Analar daha çox oğlan, yəni bu balacadır. Balacadır. Oyuncağını ver ona. Hə, nə olacaq? Amma onun oyuncağıdır. Yəni vermək istəmir. Sən öz əşyanı kiməsə verərsənmi? Yox. O Instagramda çox məşhur bir eksperiment. Sən balaca uşaq gəlir ki, maşını ver filan kəsir. Deyirsən nə danışırsa, deyir, niyə sən mənim maşınımı deyirsən verib filan. Halbuki biz uşaqlara eynisini deyirik. Ver də balacadır, ver də qonaqdır, ver də nə bilim. Çünki daha rahatdır. Ağlamasın deyə onunkini alırıq, veririk o birisinə, amma o da əşyasını vermək istəmir. Onu da bir mənim əşyam, mənə olan, mənimki mənimdir deyə. Amma istəyirik. Gedir məktəbə, məsələn, əlindən bir şey alırlar, bir qapaz da vururlar, gəlir evə deyirlər ki, sən niyə icazə verdin səndən elə davransınlar? Amma zamanında sən də əlindən alıb qardaşına vermirsən, bacısına vermirsən. Yəni istəmədiyi təqdirdə, istəmədiyi, razı olmadığı təqdirdə. Bəli, yəni valideynlər hakim olmamalıdırlar. Yəni uşaqlar dalaşa bilərlər, bilməlidirlər ki, bu sağlam bir rəqabətdir, ola bilər. Anlata bilərik ki, niyə bu doğru deyil, bir-birlərini vurmaq, bir-birləri ilə dalaşmaq, amma birindən alıb birinə vermək, istər qız övladı olsun, istər oğlan övladı olsun, təbii ki, yanaşma, xüsusilə o atanı dediniz, yəni atalar məsələn oğlan uşaqlarla necə zaman keçirirlər? Döyüşmək, daha sərt, idmana aparmaq. Yəni bu çox gözəl bir şeydir. Məsələn, atalar müəyyən yaşdan sonra nə ilə maraqlanmağa başlayırlar? Uşağını futbola yazdıracaq, döyüşə yazdıracaq, gedib idman müəllimi ilə danışacaq. Bax, bu da sevgi göstəricisidir. Zaman ayırmaq. Məsələn, o dediyi 5 dili, 5 dillərindən biri də zaman ayırmaq. Zaman ayırıram, işimə, gücümə baxmayaraq övladımın hansısa bacarığını inkişaf etdirirəm. Bunu ata edəcək. Qızla biraz başqa zaman, daha mülayim səslə, mənim gözəl qızım, necə gözəldir mənim qızım, atasına bir çay gətirsin. Qızlar niyə edir adətən? Yəni qızlar adətən niyə edir? Gəlib atalarının üstlərinə örtürlər. Və ata nə deyir o zaman? Bax, qocalanda mənə bu baxacaq. Nə deyir? Bax, heç kim bunu düşünməz. Yəni məsələn qız valideynləri bədimlə razılaşır. Yəni sırf qız uşaqları ataları uzandıqları zaman üstlərinə bir yastıq gətirərlər, adyal gətirərlər, nə bilim duranda tapçıqalarını verərlər. Yəni o qayğı, o dediyiniz o naziklik, bir yerə gedəndə cibinə nəsə yazır, atır, elə sürprizləri də olur uşaqlar. Bəli, təbii ki, biz eyni şəkildə atalar və analar oğlan və qızlarımıza eyni şəkildə sevgimizi göstərmirik, yanaşmamızı göstərmirik. Amma ayrı seçkilik onların arasında, yəni hakim olmaq aralarında gələcəkdə də ciddi problemlərə gətirib çıxarda bilir. Yəni məsələn qısqanclığa, patoloji qısqanclığa. Çünki o uşaqlıqda anam ya da atam qardaşımın tərəfində daim oldu. Bəli. Özdə bu doğmalar arasındadır özdə. Ən pis tərəfi də budur. Necə təsir eləyir gələcəklərinə? İndi dedik uşaqla ata-bala münasibətləri ya da atanın qızla və ya oğulla olan münasibətləri o böyüdükdə necə pay alır bundan?
Yəni o dediyim kimi bəzən o qısqanclıq hissi olur. Çünki o rəqabəti sağlam şəkildə yaşamayıbdı. Yox, gözəl tərəflərinə əgər baxsaq, gözəl tərəflərindən, bəli. Gözəl tərəflərindən baxsaq, yəni gözəl bir model olur. Ailə qurduğu zaman mən atamdan o sevgini nə şəkildə aldımsa, anamdan o sevgini nə şəkildə aldımsa, mən də öz övladlarıma artıq bundan əziyyət çəkmərəm. Paylandıqca çoxalır əlbəttə. Yəni əziyyət çəkmərəm. Bir təşəkkür borcum olar valideynlərimə, çünki bu mənim üçün böyük bir yardımcıdır. Onlar bu sevgini mənə o qədər sağlam şəkildə göstərdilər ki, mən övladlarıma bunları çatdırdıqca, verdikcə, yəni o bitkini sulayırsan, o böyüyür, məsələn, nə bilim, meyvələr, güllər açır. Yəni o şəkildə olur. Yəni yəni övladlarımızın bir növü də, yəni o xoşbəxtliyinə, sağlam həyatına yol açmış olarıq. Çünki bəziləri yanımıza gəldikləri zaman bunları öyrənməyən şəxslər var. Çünki valideyn tərəfindən verilməyib, amma bunun fərqində olan və bunu öyrənmək istəyənlər var. Onların işləri təbii ki, daha çətindir. Çünki dəyişmək mümkündür, amma çox çətin bir şeydir. Çox çətindir. Nəzəriyyəni bilirsən, amma onu icra eləmək, tətbiq eləmək, təcrübə etmək üçün zamana ehtiyacımız var. Bəli. O zamanı əslində uşaqlıqda istifadə yəni haqqımız idi. O zaman biz doldurmalıydıq o depoları, amma indi onlar boşdur, indi doldurmaq məcburiyyətindəyik. Yenə də üzülməsinlər. Bu yenə də mümkündür. Çünki insan ömür boyu öyrənir bir şeyə. Amma yəni valideynlər o gələcəkdə övladlarının, məsələn, biri var onların yerinə iş görmək. Xeyr, onların yerinə iş görməyəcəyik, onların yanında olacağıq. Amma o sevgini hal-hazırda özümüz üçün doğru, sağlam şəkildə necə verə bilərik, verməyə təcrübə etsək, öyrənsək və öyrətsək, gələcəkdə o baxımdan onların daha sağlam modeli ola bilər öz gələcək ailələri üçün. Bəli, düzdür. Bir də biz hər yaşda sevgiyə ehtiyac duyuruq da Yasemin xanım. Əgər biz bunları sıralasaq bir cədvəl halında, tutaq ki, körpəlikdir, məktəb yaşıdır, məktəbə qədər və s. yeniyetməlik, bütün bu yaş kateqoriyalarına bölsək, bu zaman sevginin rolu necəsə dəyişilirmi? Təbii, yəni çox güman ki, sevginin rolundan da çox sevginin dili dəyişir. Dili dəyişir. Yəni forması. Məsələn, bəli, o bayaq dediyim kimi körpə uşağa biz sevgini təmasla veririk daha çox. Onu qucaqda tuturuq. Məsələn, bizim böyüklərdə belə bir şey var ki, deyirlər ki, uşaq doğulanda həmən ayır uşağı. Həmən ayır. Qucağa alma. Ağlayanda qucağa alma. Qucaq quşu olacaq uşaq. Qucaq quşu olacaq. Amma yanlış bir şeydir. Uşağın ona ehtiyacı var həmin an. Bəli, bəli. O sadəcə sevgini almır, güvən hissini də alır. Məsələn, bizim güvən nəzəriyyəmiz var da, güvənli bağlanma ana uşaq arasında ömür boyu davam edəcək bir şeydir. O körpəli çağalıq dönəmindən o təmasla başlayır. Ağladığı zaman qucağa almaq. Mən burdayam, sən güvəndəsən. Mən sənin yanındayım mesajıdır. Çünki o dilimizi anlamır. Sadəcə səsimizin nəzakətini, incəliyini eşidir. Amma onu təmasla göstərir, mimiklərlə göstərir. Biz ona yaxın oluruq, bizi görür, bizi qoxumuzu bilir, hamısı. Təbii, müəyyən yaşdan sonra təbii ki, ayıracaqsınız uşağınızı. Yəni məsələn, onun aşırısı da var. Gəlir 13 yaşındadır, deyir, hələ bizlə yatır. Necə yəni? Ayıra bilməmişik, doktor. O da çox. Ayıra bilməmişik. Ay, çox zərərli bir şeydir. Yəni ər-arvadın yanında 13 yaşlı, 7 yaşlı, 6 yaşlı uşaq necə yata bilər? Amma müəyyən yaşda o 1 yaşa qədər həkimlərimiz də, uşaq həkimlərimiz də icazə verir. Uşaq ananın yanında ola bilər. Uşaq ağladığı zaman məsələn olmalıdır. Hətta biz analara tövsiyə veririk. Məsələn, uşağınız ağlayırsa, hətta məsələn bu çağa deyil, 7 aylıq, 8 aylıq. Siz orada məsələn elə bir iş görürsinüzsə ki, o gedə bilmirsinizsə, mən qab yuyursunuz. Amma orada deməlisiniz, ana indi gələcək, işimi bitirib gələcəm yanına. O güvən vermək, mən ağladım, kimsə gəlmədi. Bəlkə qorxur o an, danışa bilmir, özünü orada təhlükədə hiss edir. Ən azından ananın səsini deyəcək ki, ana indi gələcək. Bəli. Bu çox önəmlidir. Məktəbə ana yaxındadır, gələcək. Bəli. Yəni işte körpələrə daha çox təmasla veririk. Hər yaşda təmasla veririk. Ən sıx belə deyək dönəm bu çağalıq, körpəlik dönəmidir. Məktəbə qədər olan dönəmdə bu
bunu istər sərxəd, sevgi, biz dedik ki, əslində bunlar ayrı anlayışlar deyildi, birlikdə olmalıdılar. Bunu daha çox oyunla, uşaqlar məktəbə qədər dövrlərdə oyun oynamağı çox sevirlər. Bizim təəssüf ki, valideynlərimiz oyun oynamaqda çox zəifdilər. Çox zəifdilər. Yəni biz burada təbii ki, mühakimə etmək üçün bunu demirik, düşündürmək. Bəli, düşündürmək üçün deyirik bunu, çünki hamımız yanlış edirik. Amma bəzi toplumlara görə biz çox az uşaqlarla oyun oynayırıq. Məsələn, uşaqlara onlarla oyun oynamaq sevgini göstərməkdir bir növ. Məsələn, biz sevgini oyuncaqla bir şeylər qurub göstərə bilərik. Parka getdiyimiz zaman, məsələn, bir kiçik bir nümunə gətirim. Məsələn, biz uşağımıza o özgüvəni vermək istəyiriksə, sevgini vermək istəyirik, onu hər şəklində qəbul etmək əslində da sevgi də bir növ budur. Məsələn, yaxınlaşa bilərik bir ağacın yanına. Məsələn, 3-4 yaşında uşaqlar bunu etməyə çox sevərlər. Deyirik ki, bax burada gör nə qədər yarpaqlar var. Məsələn, payız aylarında bunu çox edə bilərik. Artıq yarpaqlar tökülür. Gəl səninlə eyni yarpaq tapaq. Ya mümkün deyil, eyni yarpaq tapa bilmərik. Yarpaqlar hamısı, yəni içi belə fərqli olacaq. Belə baxırıq, deyirik ki, görsən eyni yarpaq, yoxdur eyni yarpaq, tapa bilmirik. Bax, insanlar da belədir əslində. Hamımız çox dəyərliyik və hamımız çox fərqliyik. Bəli. Bir oyundurmu? Bir hekayədir, bir oyundur. Uşağımızla zaman keçiririk, ona necə qəbul etdiyimizi, ona bir mənlik mesajı veririk. Mən də digər insanlar kimi mən fərqliyəm, hamıya bənzər, amma biz hamımız insanıq. Yəni adiyyət hissi formalaşır. Yəni məsələn, övladımızın istəyinə görə oturub ona maşınmı, kuklamı, evcikmi, 3 yaşdan sonra bu rol oyunları başlayır. Bunları oynamaqmı? Bu sevginin göstərmə yoludur oyunlarla. Məktəb yaşlarında artıq uşaq nə edir? Artıq uşaq sosiallaşır. Məktəbə gedir və sadəcə dərs deyil, müəllimlə problem deyil, sinif yoldaşı ilə, paralel sinifdən olan sinif yoldaşı ilə problemlər başlayır və s. Və uşaq məsələn məktəbdən gəldiyi zaman ilk illərdə nə edir? Dayanmadan danışır. Bütün baş verəni. Falan kəs belə elədi, falan kəs yaxşı qiymət aldı, yaxşı stiker aldı, mən almadım. Müəllimə mənə bu dedi, müəllimə mənə növbəni vermədi. Falan kəsə məsələn növbəni daimi verir, o birinci olur, birinci sırada gedir. Amma mən heç vaxt olmuram və s. Hansılar ki, böyükləri çox sıxa bilir. Razıyam, bəzən çox sıxıcı mövzulardır. Bir də yetişkinlərin qayğılarını nəzərə alsaq, işte yeməyi bişirməliyik, evə qonaq gələcək, evi yığışdırmalıyıq, nə bilim başımız ağrır, işimizə gedəcəyik. Bu mövzular bizə çox kiçik, amma onların dünyasında o qədər böyük mövzulardır. Onların problemləridir. Bəli. Və orada çözülməyən bir şey bəzən də onlar üçün uzun zaman bir travma qoyan bir situasiya, bir travma qoya bilər. Yəni dinləmək lazımdır. Dinləmək çox önəmlidir. Dinləmək, yəni 5 dəqiqə ərzində, yəni bunu bir aranızda sözləşdirə bilərsiniz ki, bax 5 dəqiqə bizim gün ərzində 5-10 dəqiqə vaxtımız var. Mən bu gün ən yaxşı nə baş verdi? Ən pis nə baş verdi? Ən səni üzən nə oldu? Səni ən əsəbləşdirən və özündən çıxardan günün nə oldu? Günün analizini ən azından eləmək. Bəli, bu çox önəmlidir. Uşaq artıq bilir ki, ana məni görür, ana mənim yanımdadır və mənim ehtiyacım olduğu zaman mən onunla paylaşa bilərəm. Ya da valideyni nəzərdə tuturuq burada. Ən çətin belə deyək də dönəm yeniyetməlik dönəmidir də. Çünki orada yeniyetməlik hər kəsdə çox fərqli olur. Elə uşaq var ki, özünə qapanır, gedir, yemək yeyir, qoyur, keçir otağa, keçir otağa. Eləsi var ki, durur, mən beləyəm, mən eləyəm, sizin haqqınız yoxdur məndən belə danışmağa, mən azad insanam və s. çılğın keçə bilir. Yəni hansı doğrudur? Yəni belə bir qayda yoxdur. Mütləq belə olmalıdır. Yeniyetməlilər bəzən çox qıcıq verici ola bilirlər. Hər şey onlara toxunur, hər şeyə toxunur, buz qoyurlar. Məsələn belə adamı diksindirə bilirlər də. Yəni məsələn valideynlər çox yəni məsələn yeniyetməlik xüsusilə də yeniyetmə oğlanları məsələn artıq o hormonal dəyişikliklər fərqlidir. Belə də səsdə bir fərqlidir. Bəzən çinmirlər, özlərinə baxmırlar. Xüsusilə də analar məsələn deyir ki, mən onu necə qucaqlayım, bilmirəm. Məsələn, yəni o artıq o şərtsiz
sevgini verə bilmir. Çünki yəni artıq qıcıqlanır ona. Yəni bunlar təbii hisslərdir. Amma o yeniyetmənin də sevgiyə ehtiyacı var. Bunu hər zaman bilməliyik. Yeniyetməlik dönəmi çox önəmlidir. Bu körpüdür. Bu körpüdən uşaq yetişkinliyə keçir. Və sağlam keçməsi üçün yanında olmalıyıq. Ona o azadlıq hissi. Yeniyetmələrlə ən çox yaşadığımız Şəbnəm xanım problemimiz valideynlər gəldikləri zaman deyirik ki, azad buraxın övladınızı. Yəni bəzi seçimləri özü etməlidir. Valideynlər bunu anlamırlar. Qəbul eləmək istəmirlər. Necə yəni azad? Deyirsiniz ki, yiyəsizdir bu uşaq. Məsələn, necə biz demirik ki, uşağı burax öz öhdəliyinə. Sən müşahidə et. Biraz daha dolayı yollarla müşahidə et. Amma ona azadlıq, yəni sən bu qərar verə bilsin. Bəli, sən bir fərd yetişdirmək istəyirsənsə, azadlıq verəcəksən. O sən deyilsən. O uşaq, yəni o yeniyetmə sən deyil. O fərqli biridir. Səndən hansısa bir parçalar alacaq, model alacaq, amma sənin kopyan deyil. Azadlıq verəcək. Yəni biz gələcəkdə yetişkin, olğun, özünə güvənən bir insan yetişdirmək istəyiriksə o azadlıq seçimlərini verəcəyik. Və məsələn hətta yeniyetməlik dövründə məsələn nə üstündə valideynlərin problemləri çıxır yeniyetmə uşaqların. Məsələn çıxır çölə deyirəm kurtkavı geyin, geymir, nazik kurtka geyinir. Deyirəm ki, baxın bu uşağın 14-15 yaşı var. Yəni çölə çıxdığı zaman bu 8 aylıq bir yaşlı uşaq deyil. Soyuğu və istini seçə bilir. Yəni ona soyuq olarsa, onun fərqində olar və geyinər. Artıq buna qarışa bilmərsiniz. Geyinmirsə deməli soyuq. Bəli, qarışa bilmərsiniz buna. Ya da məsələn, yəni nə etməyə çalışırlar? Bu məsələn bu qayğı ilə şərtli sevgi verməyə çalışırlar. Gənc qızdır, nə bilim, teenagerdir, gedir qara şeylərdən yapışır. Niyə hər şey qara? Qara yasdır, qara nədir? Gözəl geyinsin, məsələn, gözəl rənglər geyinsin, canlı rənglər geyinsin. İstəyirəm ki, belə şirin görsənsin. Sizin istəməyinizdən deyil. Bəli. Əslində bu bir dönəmdir. Biraz rahat buraxsaq o da ötüb keçəcək. Həmişə daim qara geyinməyəcək. 30-40 yaşlarında da indiki kimi geyinməyəcək. Məsələn, indi qızlarımızda bir aktual bir stil var da, belə oğlan fason geyinmək, boş geyinlər. Yəni bu əvvəl başqa cür idi yeniyetməlikdə. Bu yəni bu moda indi bu zamana denk gəldi. Yəni öz axarına buraxacaqsan. Burada yəni icazə verəcəksən seçimlərini etsin. Yəni sən bunu qəbul etmirsən deyə, sən bunu istəmirsən deyə onu o şəkildə etmək məcburiyyətində deyil. Artıq bu bir yeniyetmədir. Düzdür. Yəni indi icazə verərsənsə 30 yaşında bunu eləməyəcək. Amma sıxıb boğarsansa, xüsusilə də oğlan uşaqlarından bu çox alınmır bəzi mövzularda. Qızlar yəni bəli, yapışıb qalacaq yeniyetməlik dövründə. Bəli, düzdür. Sonra müəyyən yaşa çatandan sonra əslində valideynlər özləri başlayırlar qınamağa ki, bu niyə belədir, bu niyə uşaq kimidir, niyə bir qərar verə bilmir və s. Halbuki əslində elə uşaqlıqdan zamanında olan, bəli, aşırı qorudunsa, azadlıq vermədinsə, seçim azadlığı vermədinsə, məsələn, uşağın sonra nə istədiyini bilmir. Bəli, 8 yaşı var, 9 yaşı var, stomatoloq olacaq. Nə bilirsən kim olacaq? Bəlkə də fərqli deməmiz lazımdır. Bəlkə də mən bilmirəm, bəlkə sən dağ kimi modelyer olacaqsan, çox gözəl bir həkim olacaqsan. Bəlkə də sən çox yaxşı insan olacaqsan. Yəni ilk öncə yəni başqa yetənəkləri, bacarıqları verməliyik. Həmən də stomatoloq olacaq, mühəndis olacaq, yapışdırılır. Yəni bizim, yəni biz özümüzə bu sualı verməliyik. Yəni mən burada bir valideyn olaraq danışırammı, yoxsa arzularım həyata keçməmiş, onun bunu fikrini çox önəmsəyən biri olaraq danışırammı? Yəni mənim övladım gələcəkdə desinlər ki, filan kəsin uşağı getdi filan yerdə işləyir, belə futbol qazanır, valideynlərini biləsə, bunun üçünmü bunu edirəm? Ya da bir valideyn olaraq yolmu göstərməyə çalışıram? Bu sualı özümüzə verəcəyik. Və uşaq da böyüdükcə səhv eləməkdən qorxduqca ki, mən səhv eləsəm, mən məsələn valideynim sevməz. Elə bayaq siz dediniz, o şərtli sevgi, şərt qoşaraq sevgi. Bu nə dərəcədə düzgündür? Məsələn, varmı ümumiyyətlə belə bir şey? İndi elə danışırdınız, o deyir ki, uşağa əgər daim ideal bir nəticə gözləyiriksə uşaqdan, istər davranışlarında, istər dərslərində və s. Sonra
bunu uşaq bir şərt kimi qəbul eləyə bilərmi? Yəni bir şərt kimi ki, mən belə olarsam məni sevəcəklər, mən belə olsam nümunə oluram və sair və ilaxır və bu da əlbəttə ki, gələcəkdə bir addım atmağa çətinlik çəkəcək yəqin ki, övlad. Elə deyilmi Yasmin xanım? Çox doğru vurğuladınız. Yəni sevməyi şərtsiz bacarmalıyıq. Şərtsiz sevgi zərərlidir. Şərtli sevgi ilə böyüyən insanlar sonra bizim terapiyalara gəlirlər. Çünki mən övladımı sadəcə o 5 alanda sevirəmsə, o sadəcə özünü dəyərli hiss etdiyi anlar uğurlu olduğu zamanlardır. Ən birinci olduğu zamanlardır. Amma biz həyatda hər zaman birinci ola bilirikmi? Xeyr, əlbəttə ki. Uğursuz da Həyatın ola hər bilirik. üzü var. Bəli. Hər yanı olacaq həyatın. Sadəcə anamıza kömək edəndə anamız bizi sevirsə, səni Biz çox ona- sevirəm. Məsələn, biz çox bəzən analar bu çox şeyləmirlər, ciddiyə Fərqində varmır, olmurlar. Sən elə yaxşı uşaq olursan ki, evim mənə kömək eləyəndə, amma səni elə sevir ki, artıq yəni mən kiməsə yarayanda, kimisə işinə yarayanda, yəni kimsə məndən razı qalanda sevilə bilərəm. Sonra bu yetişkinlik həyatında gedir, ilişir bir insan ondan istifadə edir. Bütün duyğularını öldürür, bütün zərərləri, verə biləcək zərərləri verir, amma o yəni özünü borclu hiss eləyir həmin insana. Yəni mən ona verdiyim zaman, fədakarlıq etdiyim zaman sadəcə sevilə bilərəm. Olduğum kimi məni sevə bilməzlər. Çünki artıq bunu öyrənib. Yəni bu əslində bir də o şərtli sevgi sadəcə gələcəkdə yox. Məsələn, bəzi uşaqların obsessiv kompulsiv pozuntu deyirik biz. Məsələn, Lora dildə, türk dilindən takıntı pozuntuları, dırnaq yemək, məsələn, burun qurtdalamaq. Bəli. Bunlar hamısı məsələn altından bəzən o şərtli sevginin altından çıxan şeylərdir. Məsələn, birini məmnun etmək. O zaman sadəcə seviləcəm. Atam olsun, anam olsun, yəni məsələn valideynim məni bir yük olaraq görürsə, məsələn biz düzənli uşaqların yanında deyiniriksə, çox çətindir, bunu edəcəm, onu eləyəcəm, biləcəm, yəni bir yük kimi görürlərsə bizi, artıq o sevilmək üçün yersiz bir çaba, yersiz bir enerji xərcləməyə məcburiyyətindədirlər. Sonra onu da yetişkin həyatında da edirlər. Birinin gözündə görünmək üçün, o sevgini görmək üçün. Yersiz yəni həyatından, zamanından çalıb yersiz davranışlar yəni göstərirlər ki, biri tərəfindən yetər ki, sevilsinlər. Çünki o şəkildə görüblər sevgini. Bu şərtli sevgi. Bəli. Bir də ki, təəssüf ki, yəni cəmiyyətimizdə sevgi ilə qurulmayan ailələr də var. Və nəinki sevgini hətta bir kənara qoysaq, hətta içində nifrət olan ailələr də var. Dava, dalaş, biri var fikir ayrılığı, biri var münaqişələr. Bu hər ailədə olur sözsüz ki. Amma biri də var ki, ailə üzvləri, söhbət burada əgər ata ilə anadan gedirsə, bir-birlərinə nifrət eləyirlər, daim dalaşırlar və bu yəqin ki, uşağa da təsirsiz ötüşmür. Düzdür, mən indi çətinlik çəkirəm bunu hallandırmağa, amma insan övladını sevməyə bilərmi? Yəni qarşı cinsə qarşı olan münasibətin təsirindən dolayı uşağa qarşı da olan hisslərində bir dəyişiklik olurmu valideynin? Təbii, ilk öncə burada demək istəyirəm ki, yəni iki insan yola getmirsə, ya çözüm axtarmalıdır, ya çözüm üçün mütəxəssisə müraciət etməlidir, ya da ayrılmalıdır. Yəni bunu uşaqlarımıza yaşatma haqqımız yoxdur. Qonum-qonşu üçün, valideynlərimiz üçün bunu etməməliyik. Yəni çünki biz həyat yoldaşımıza, istər ər-arvada, istər arvad-ərə nifrət ediriksə, zamanla bu övladımıza yansıyır. Yəni biz övladımızın yanında düzənli atasını pisləyə bilmərik, ya da anasını küçümsəyə bilmərik. Biz əksini görürük çox hallarda. Çünki uşaq zamanla birinci qarşı tərəfi pis görür. Məsələn, bəlkə də məsələn iki insan arasında hər ikisinin payı var, amma ata daha bəlirgin məsələn mənfi rolundadır. Uşaq atasına qarşı nifrətlə böyüyür. Amma zamanla yetişkin olduğu zaman terapiyada mı, öz fərqindəliyinənmi başa düşür ki, əslində anasının da payı çox böyükdür, amma ömür boyu atasından qopub. Amma artıq buna haqqımız yoxdur. Toxum atılıb onun içinə, bəli. Ya da özünə nifrət etməyə başlayır. Ana ataya nifrət etdikcə özünə nifrət etməyə başlayır. Çünki uşaq həm anaya, həm ataya bağlıdır. Buna diqqət etməmiz lazımdır. Sualınız yadımdan çıxdı. Burada valideyn, yəni valideynlər arasında olan münasibətdən dolayı valideyndə övladına qarşı olan sevgi azalırmı ya da sevgisizlik olurmu?
Bəli, və ikinci məsələ, yəni bəzən xüsusilə də qadınlarımızda biz o təzə başlayanda podkastımızı dedim ki, açıq sözlülük çox əhəmilidir. Yığırıq. Məsələn, artıq acıqlıyıq. Amma acığı kimdən çıxırıq? Uşaqdan çıxırıq. Çünki gücümüz ona çatır. Bir də o məsələn bəlkə uşaq olmasaydı ayrılardıq. İndi bir bəhanəmiz var. Bəli. Məsələn, o bəhanə də kimin uşağıdır? Falan kəsin uşağıdır. Acığı ondan çıxırıq. Ona yol verməməliyik. Bəli. Yəni biz yetişkinik. Uşaqlar dünyaya gələndə valideynlərini seçmirlər, amma biz dünyaya gətirəndə uşağımız olacaq deyə seçim edirik. Yəni biz birindən nifrət ediriksə və artıq bu nifrət övladımıza da yansıyırsa, yəni o dövrdə hisslərimiz qarışa bilər. Yəni mən nə edirəm sualı verməliyik özümüzə. Yəni mənim uşağım uşağın nə günahı var axı? Uşağın günahı yoxdur və uşaqlara da bunu anlatmalıyıq. Məsələn, konfliktli olan ailələrimiz var. Bunun sizə heç bir aidiyyəti yoxdur. Yəni ayrı-ayrılıqda ata da sizi çox sevir. Mən də çünki siz bizim övladımızsınız. Amma biz özümüz yollaşa bilmirik. Yetişkinlər arasında bu cür şeylər ola bilir. Uşaq özünü məsuliyyətli və borclu bu durumdan, bu situasiyadan borclu və məsuliyyətli hiss etməməlidir. O yükü onların çiyinlərinə qoya bilmərik. Bəli. Sevgi bir hissdən, emosiyadan əlavə həm də təməl inkişafdır. Təbii ki. Çox uşaqların gələcəyinə təsir eləyən, uşaqları özgüvəndə, uşaqları arxayın, uşaqları daha güclü eləyən, hətta araşdırmalar göstərir ki, sevgi ilə böyüyən uşaqlar artıq 80% uğur qazanmış uşaqlardır. İstər təhsil, istər karyera, istərsə də həyati çətinliklərin öhdəsindən gəlməklə. Belə Yasəmən xanım, sizə təşəkkür eləyirəm. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun ki, belə vacib mövzu ətrafında fikirlərinizi, bildiklərinizi bizlə bölüşdünüz. Ümid edirəm və inanıram ki, valideynlər üçün də faydalı oldu. Mən təşəkkür edirəm dəvətiniz üçün. Mən də düşünürəm ki, çox önəmli bir mövzuydu. Yenə deyirəm, tərbiyədə təməl mövzulardan biri idi. Mən də ümid edirəm ki, valideynlərimiz üçün çox faydalı olar. Mütləq ki. Çox sağ olun. Siz sağ olun. Smart Sağlam İnkişaf platformasının təşkilatçılığı ilə yaranan Valideyn podkastının növbəti çıxışı da burada tamamlandı. Gələn görüşlərədək sağ olun.